dənə mətləbin barəsində. Bir mətləb budur ki, bu ki deyir, mələkələri Allah əmr elədi, Adəmə səcdə edin. Adəm nədir? Adəm kimdir? Adəmin mənası nədir? Niyə o insana Adəm deyildi? Bu bir bəhsidir. İkinci bəhsi səcdə barəsindədir. Bu nə səcdəsi idi Allah əmr elədi ki, onlara səcdə eləyin, Adəmə səcdə eləyin. Üçüncüsü təkəbbür barəsindədir ki, bu ayə 3 dənə mətləb bizə bəyan edir. Birincisi budur, Adəmin mənası nədir? Adəm sözü, bu bir sözdür da, bir lüğətdir. Adəmin mənası nədir? İmam-ı Baqir əleyhissalamdan, İmam-ı Sadiq əleyhissalamdan soruşurlar, deyirlər ki, ağa, Adəm sözünün mənası nədir? Niyə Allah birinci insana Adəm xitab etdi? Adını Adəm qoyub, Allah adını qoyub bunun. Bu adı Allah təyin edib ona. Nə üçün belə oldu? Həzrət buyurur ki, çünki Pərverdigar-ı aləm Adəmi yerdə və yer üzündə olan torpaqdan yaradıb, yerin üstündə olan torpaqdan yaradıb, ona görə ona deyirlər Adəm, ədimul ərz, ədim üzə deyirlər. Yerin üzündə olan torpaqdan yarandığına görə, çün ədimul ərzdən yaranıb, yəni yerin üzündə olan torpaq və üzündə olan üz sözündə orada ədim mənası var, ədim sözü var, kəlməsi var, deyir ona görə Adəmin də adın Pərverdigar aləm oradan götürdü. Əli əleyhissalamdan soruşublar, deyirlər ki, nə üçün Allah birinci insana Adəm xitab etdi? Həzrət buyurur, Adəm yaranıb, yer üzündə olan, yerin üzündə olan palçıqdan yaranıb. Və bu palçıq ki, yerin üzündən götürülüb torpağı, suyu, bu həm şoran və duzlu torpaqdan götürülüb və həm də təyyib və pak torpaqdan götürülüb. Yeryüzündən ki, Allah mələkəni göndərdi, torpaq götür, o torpaqdan palçıq eləyək, Adəmi düzəldə, o torpağı ki götürdülər, həm şoranlıqdan götürüblər və həm pak və təmiz torpaqdan. Deyir, ona görə də Adəmin balaları, Adəmin özünə Adəm deyilir, çünki yerin üzündəki torpaqdan götürülüb, ədimul ərzidən və çün də bu torpaq həm şoranlıqdan, həm pak torpaqlardan götürülüb, ona görə də Adəmin balalarının içində salihi də var, fasidi də var, yaxşısı da var, pisi də var, qarışıq torpaqdan götürülüb. Quran sərahətlə bizə deyir bunu, xilqət barəsində danışanda ayələrin bəzisinə mən işarə etdim. Quran açıq danışır bizə ki, Adəmi nədən yaratmışıq? Deyir, Adəmi yaratmışıq torpaqdan. İnna xələqnakum min turab. Bax, bir ayə deyir torpaq. İkinci ayə deyir palçıqdan yaratmışam, zığdan yaratmışam. İnni xaliqun bəşərən min tin, palçıqdan. Üçüncü ayədə deyir palçığın şirəsindən yaratmışam, min solalətin min tin. Dördüncü ayədə deyir yapışqan palçıqdan yaratmışam, min tinin lazib. Beşinci ayədə deyir qurumuş palçıqdan yaratmışam, min səlsalin kəlfəxxar. Altıncısında deyir ki,
o palçıq ki qurumuşdu, pis iyi verirdi. Min səlsalin, min həməin məsnun. Bax, bu ayələrin hamısı deyir, insan torpaqdan, zığdan, palçıqdan yaranıb və yerin üzündən götürüblər. Ondan sonra insanın itaplarını sayır Adəmin sülbündən. Məsələn, biri budur. Mümin surəsi 14-cü ayədə deyir, vələqəd xələqnəl insənə min sulalətin min tin. Biz Adəmi yaratmışıq min sulalətin min tin, palçığın şirəsindən. Sümmə cəaləhu nutfədən. Ondan sonra onu biz nütfə eləmişik. İnsanların bədəninin içində. Fi qərarin məkin. Ondan sonra ananın bətninə daxil olub. Bir yaxşı, gözəl bir yerdə, itminanlı bir yerdə. Sümmə xələqnən nutfətə ələqətən. Ondan sonra deyir, nütfəni biz dolandırdıq, elədik qan. Və xələqnəl ələqətə muzğətən. Ondan sonra o qanı dolandırdıq, elədik, çeynənmiş ət kimin. Və xələqnəl muzğətə izamən. Ondan sonra biz onu dolandırdıq, elədik, sümük. Fəkəsəvnəl izamə ləhmən. Ondan sonra o sümükə ətdən paltar geydirdik. Sümmə ənşə'nahu xəlqən axər. Bu bir başqa cürə bir insanın xilqəti oldu. Fətəbarəkəllah əhsənul xaliqin. Afərin olsun belə bir xaliqə ki, bu cür yarada bilir. Bax, görürsünüz, insanın birinci dəfə yaranılışın torpaqdan, palçıqdan, itab onları danışdı. Ondan sonra Adəmin bədənində nütfə yaratdı. O nütfədən Həvvanən Adəmin ikisindən bu bəni Adəm xəlq oldu ki, bunların ayələri Quranda sonra kim istəsə mən onları qoya bilərəm onun ixtiyarında, ayələrin hamısın. Bundan artıq ehtiyac yoxdur. Bir dənə də mətləb burada belədir ki, bir qeyri-müsəlman gəldi Əli əleyhissalamın məhzərinə. Əli əleyhissalama sual verdi. Dedi ki, ya əmirəl-müminin, niyə Adəmin adına Adəm deyilib, birinci insanın adına Allah Adəm deyib və onun yoldaşına Həvva deyilib? Adəm nədir, Həvva nədir, ta bunlara o münasibətinən ad qoyublar? Həzrəti Əli əleyhissalam onun cavabında deyir, Adəmin adını Adəm dedilər, çün ədimul ərzdən yaranıb, yerin üzündə olan torpaqdan, palçıqdan yaranıb, ona ədim deyilir və ədim sözündən Adəm bir insan kimin ona ad qoyulub, mənası odur. Adəm, yəni yeryüzünün torpağından yaranmış bir insan, Adəmin mənası budur. Ondan sonra Həzrət buyurur, deyir, elə ki Allah Cəbrəilə əmr elədi, birinci dəfə Cəbrəilə. Dedi, Cəbrəil, get yeryüzünə, oradan torpaq götür. O torpağı götür, biz o torpaqdan insan xəlq eləmək istəyirəm mən. Cəbrəil gəldi. Torpaq ki var idi yerdə, Cəbrəil götürən torpağın qırmızısı da var idi, ağı da var idi, qarası da var idi, bozu da var idi. Torpaqların içində görübsünüz də torpaqların. Müxtəlif rəhlərdə Allah torpaq yaradıb. Hərəsinin də bir adı var. Onu alimlər oxuyublar, yazıblar kitablarda. Biz də oxuyuruq, görürük bunları. Deyir, Cəbrəil ki gəldi torpaq götürə, o torpağın içində bu rənglərin hamısından var idi. Bu bir. İkincisi də budur ki, o yeri ki o yerdən torpaq götürdü, o yerdə həm hamar hissələr var idi, həm o
necə deyərlər, qarmuşqa hissələr var idi, yerdə uca, alçaq hissələri var idi. Həm o torpağın yumuşağı var idi və həm də onların möhkəmi var idi. Bu da o yer iki torpaq götürülüb. Ondan sonra su ki gətiriblər, Adəmin torpağına istillər, zığ düzəldələr, palçıq düzəldələr. O suyun içində şirini də var idi, şoru da var idi, acısı da var idi, iylənmişi də var idi. Onu gətirdilər, qarışdırdılar, elədilər bir insan. O su içi şirin idi, Allah onu verdi, Adəmin ağzında qərar verdi. O su içi şor idi, onun gözlərində qərar verdi. Acı suyu qulaqlarında qərar verdi. İylənmiş suyu ki hamının acığı gəlir, burnunda qərar verdi. Və bu keyfiyyətdə Pərverdigar aləm Adəm Peyğəmbəri yaratdı o palçıqdan. Və ona görə də insanların içərisində ağ dəri var, qara dəri var, qırmızı dəri var. Bunlar iki görürsüz, salihlər var, fasidlər də var. Bir dənə də hədis deyir ki, Pərverdigar aləm birinci Cəbrəyili göndərdi. Cəbrəyil, get torpaq gətir. Cəbrəyil gəldi, istədi torpağı götürə, torpaq ağladı. Dedi, aparma məni. İcazə ver, mən Allahla münacat eləyim, ondan sonra apar. Bu hədis deyir, Cəbrəyil dayandı. Elə ki, dayandı, münacat elədi, gördü torpaq, izin aldı ki, getməyə. Əliboş qayıtdı, gəldi. Ondan sonra ikinci məlakəni göndərdi. Mikail adında gəldi, o da o cür. Təzərrü elədi, Allahdan əmr aldı, torpaq getmədi. Üçüncü İsrafil məlakəni göndərdi. O da gəldi, torpaq ağlayır, getmir. Allahdan izin istədi, getməsin. Ondan sonra Pərverdigar aləm buyurdu, Əzrail məlakiyə, get o torpağı götür. Əzrail gəldi, o torpaqları götürəndə, o birsilər kimin torpaq başladı ağlamağa, izn istəməyə, möhlət almağa, Allahdan münacat eləməyə, Əzrail onları saymadı. Nə ağlamağına baxmadı, nə səsinə baxmadı, nə naləsinə, nə fəryadına. O qaldı qışqıra-qışqıra, torpağı götürdü, gəldi. Pərverdigar aləm buyurdu, indi ki sən rəhm eləmədin, torpağı necə demişdim, o cür gətirdin və onun ağlamağına da baxmadın, möhlətinə də baxmadın, izninə də baxmadın, elə səni məmur elərəm. O insanların canın almağa sən məmur olarsan, gedərsən, ağlamağına da baxmazsan, fəryadına da baxmazsan, necə demişəm, gedərsən, o cürdə götürüb gətirərsən. Əzrail orada bir midal aldı və o midalından gəldi, bu işi qiyamətəcən aldı öhdəsinə. Bu bir mətləb. Bir mətləb də Həvva xanımın barəsindədir. Həvva xanımın barəsində deyirlər, ona niyə deyirlər Həvva? O nə sözdən tutulub? Deyirlər Həvva həy sözündən tutulub. Həy yəni diri. Həy diriyə deyərlər. Hər şey ölü olsa ona meyyit deyərlər. Hər şey diri olsa ona həy deyərlər. Həvvani Pərverdigar aləm belə buyurur Quranda. Nisa 1-ci ayə. Xələqəkum min nəfsin vahidə. Ey insanlar, biz sizi yaratdıq nəfs-i vahidədən, bir insandan. Və xələqə minha zəvcəha. Və ondan da onun yoldaşın yaratdıq. Mənası belə çıxır ki, siz insanlar bir kişinin balalarısınız və o kişinin artığından Həvva yaranıb, yəni cinnəndir, məlakədəndir, insanın özündən yaranıb. Həvva çün həyyidən yaranıb. Axı, Adəm palçıqdan yarandı. Elə ki yarandı, qutardı,
Adəmin palçığından bir qədər artıq qaldı. O artıq qalan hələ yaranmayıb Həvva. Elə ki, Pərverdigar aləm, Adəm Peyğəmbəri o palçıqdan yaratdı, yaranandan sonra Adəm oldu diri. Elə ki, Adəm diri oldu, diri olandan sonra Adəmin artıq qalan palçığından Həvva yarandı. O da ona deyirlər, bu diridən yaranıb. Yəni o palçıq ki dirildi, o palçıqdan Həvva yaranıb. Həvva həyyi sözündən ona görə deyilir ki, bu diridən yarandı. Bir dənə də mətləb budur ki, bunu həm alimlər, ixtilaf yoxdur burada da. Bu o bəhslər deyir ki, Şiə, Sünni ixtilaf eləyərlər. Şiə, Sünni onların ixtilafı bəzi ayələrdədir. Ayələrin hamısında onların ixtilafı yoxdur. Bu əhl-i sünnət və qeyri-əhl-i sünnət bir rivayət nəql eləyirlər. O rivayət belədir. Deyirlər, Pərverdigar aləm Həvva xanımı Adəmin tinətinin artığından yaratdı, yəni o palçığın artığından. Elə ki yarandı, Adəm getdi yuxuya. Birinci dəfə yuxu orada yarandı. Birinci dəfə Adəm yaranandan sonra Allah ona bir yuxu verdi. O yuxuya gedəndən sonra birinci dəfə yuxu yarandı. Elə o yuxuda bir xanımı yuxuda gördü. Bir gözəl, göçək, nurani bir xanım onun yuxusuna gəldi. Allah onu yuxuda göstərdi ona. O birinci yuxu idi ki, Adəm birinci dəfə yatanda birinci yuxunu da yer üzərində gördü. Elə ki yuxudan durdu. Yuxudan durandan sonra gördü yanında bir xanım oturub, baxdı, gördü, yuxuda gördüyü xanımdır. Pərverdigar aləm Adəmi xəlq elədi, ona yuxu verdi, yuxuda Həvvanı ona göstərdi, o gözün açandan sonra gördü Həvva yanımdadır. Bu hardan gəldi? O artıq qalan palçıqdan yaranan xanımdır ki, sən onu yuxuda gördün. Allah buyurdu, ya Adəm, bunu da sənə yoldaş yarattı. Siz ailə qurarsınız. Adəm baxdı, gördü, nə yaxşı. İstədi yaxınlaşa, əl verə, tələsdi biraz. İstədi yaxınlaşa, əl verə, xitab gəldi, ya Adəm, səbr elə. Elə belə olmaz. Səbr elə. Qoy əqd oxunsun, məhriyyə təyin olsun, əqd oxunsun, ondan sonra siz 200 yoldaş olacaqsınız və insanlar sizin nəslünüzdən dünyaya gələcək. Pərverdigara, əqd nədir? İlahi, məhriyə nədir? Allah məhriyəni təyin elədi, özü əqd oxudu, ondan sonra Adəminə Həvva oldular yoldaş. Məhriyyəsi nə idi? Salavat bər Peyğəmbər və ali Peyğəmbər. Bir dənə də hədis var. O hədisi də mən eybi yoxdur, qoy deyim, bu hədisindən qutaraq bəhsi. Abdullah ibn Salam ravidir, rivayət edir. Deyir, mən özüm şəxsən Peyğəmbərdən soruşdum, İslam Peyğəmbərindən. Deyir, dedim ki, ya Rəsuləllah, nə üçün Adəmin adın Adəm qoydular? Onun illəti nədir? Deyir, həmin sözü mənə dedi. Buyurdu ki, çünki Adəm ədimul ərzidən yaranıb, yerin üzündəki torpaqdan, ona görə ona Adəm deyirlər. Sonra deyir, soruşdum, ya Rəsuləllah, Adəmi ki torpaqdan yaratdılar, o torpaq, bütün torpaqların hamısından yaratdılar, ya bir cürə torpaqdan yaradıb Pərverdigar-ı aləm. Deyir, Peyğəmbər buyurdu ki, əgər bir dənə torpaqdan və bir cürə torpaqdan yaransaydı,
cəmaatın hamısı bir cürə olardı. Heç kəsi tanımazdı. Hamısı bir cür insan olardı. Heç kəsi tanımazdı. Ona görə də Allah müxtəlif torpaqlardan yaradıb, ta hər insanın qiyafəsi fərqlidir və insanlar bir-birlərin tanıyırlar. Deyir, soruşdum, Adəmin misli var ya yoxdur? Deyir, Peyğəmbər buyurdu, niyə yoxdur? Torpaq elə Adəmin mislidir, ağ torpaq, qara torpaq, qırmızı torpaq, yarım qırmızı torpaq, bax bunların hamısı Adəmin mislidir ki, sən yer üzündə görürsən. Sonra deyir, Peyğəmbər buyurdu, yenə də Adəmi şirin sudan, şor sudan, hamar yerdən, başqa cürə yerdən, möhkəm yerdən yaratdılar. Ona görə də Bəni Adəmin içində, Adəmin balalarının içində görürsən, qırmızısı da var, qara dərisi də var, ağ dərisi də var, boz dərisi də var. İnsanların içərisində salihləri də var, fasidləri də var. Peyğəmbər buyurdu, o belədir. Deyir, soruşdum, ya Rəsuləllah, yaxşı, Həvva necə? Həvvanı Adəmdən yaradıb, yoxsa Adəmi Həvvadan yaradıb? Sual budur. Peyğəmbər buna bu cür cavab verir. Gör nə gözəl cavab verib. Buyurur, Həvva Adəmdən yaranıb. Əgər Adəm Həvvadan yaransaydı, təlaq arvadın əlində olardı. Çün Həvvanı Allah Adəmdən yaradıb, ona görə də təlaq kişinin əlindədir, təlaqın izni kişinin əlindədir. Ta kişi izni verməyincən heç molla, heç kəsə təlaq oxuya bilməz. Gərək özü izni verə, ondan sonra oxuna. Deyir, soruşdum, Həvva Adəmin hamısından yaranıb, ya onun biraz hissəsindən, bəzi hissəsindən yaranıb? Deyir, Peyğəmbər buyurdu, əgər Həvva Adəmin bütün hissələrindən, hamısından yaransaydı, onda qisasda arvadla kişi bərabər olardı. Çünki Adəmdən yaranıb və Həvva Adəmin bəzi hissələrindən yaranıb, ona görə də görürük, qisasda arvadla kişinin fərqi var, qisas hökmündə onu eşidibsiniz, bilirsiniz. Deyir, soruşdum, Adəmin zahirindən yaradıb Allah Həvvanı, ya batinindən yaradıb? Peyğəmbərin əxlaqı gözəl idi. Gəlirdilər, otururdular, sual verirdilər. Sual verən də ta axıracan soruşurdu, utanmırdı, narahat olmurdu. Görürdü ki, Peyğəmbər incimir, hər nə soruşurdular, Peyğəmbər bu əxlaqla, gözəlliklə cavab verirdi. Bizdən 2 dənə, 3 dənə bu cür soruşsalar, biz axırda qəzəblənib, acıqlanıb cavab vermərik belələrə. Peyğəmbərdən deyə soruşdum, gördüm, mən soruşduğucan cavab verir. Dedim, ya Rəsuləllah, yaxşı, Adəmdən yaradıb, Adəmin zahirindən yaradıb, yoxsa batinindən yaradıb? Deyir, Peyğəmbər buyurdu, əgər batinindən yaratmasaydı, əgər zahirindən yaratsaydı, onda arvadlar üçün hicab vacib olmazdı. Çün Adəmin batinindən yaradıb, ona görə Pərverdigar aləm əmr eləyib, xanımlar üçün hicab qərar verib. Deyir, soruşdum ki, Adəmin sağ tərəfindən yaradıb, ya sol tərəfindən yaradıb? O mazadi ki var idi, o mazad hansındandır? Deyir, Peyğəmbər buyurdu, əgər sağ tərəfdən olmasaydı, əgər sol tərəfdən olsaydı, kişi ilə arvad irsidə bərabər olardı. Çün Həvva Adəmin sağ tərəfindən yaranıb, Pərverdigar aləm gətirib irsidə arvadla kişini, xanımla ağanın irsin fərqli qərar verib. Deyir, bax, Peyğəmbərdən soruşduq,
Adəmin mənasın, Həvvanın mənasın, bu onların mənasıdır. Pərverdigar-ı aləm kəmal-i qudrət ilə, kəmal-i elm ilə, bax bunların hamısı Allahın qudrətin istir. Allah bunları Quranda deyir ki, bəşərə başa salsın. Siz görürsünüz ki, neçə min illər keçib, bu qədər insanlar inkişaf edib, hələ də insanlar insanın barəsində heç nə deyə bilmir. Siz görürsünüz ki, bax bu dünyanın alimləri, Amerikan alimləri, Rus alimləri, Avropa alimləri insanın barəsində danışır. Hərəsi insanın bir tərəfindən danışır. Bir az insanın barəsində məlumat verir. Bədəninin barəsində bir qədər tapıblar, amma hər şey tapa bilməyiblər. Xəstəliklərdən bir qədər tapa biliblər. Neçə min il gör keçib. Hələ indi yavaş-yavaş o xəstəliklər ki insanda var, insanlar görürsən, alimlər ondan birazını tapa biliblər. Hər dərdin dərmanı yoxdur və çox dərd var, hələ yaranmayıb. Hələ yaranacaq o dərdlər, bundan sonra onların hamısının dərmanın Pərverdigar-ı aləm qərar verib, amma min illərdən sonra insanlar yavaş-yavaş onlardan tapır. Allah insana qudrət verib, məğzində, beynində bir qudrət qərar verib ki, hər şeyə istəsə insan ora çata bilər. Alimlər deyirlər, bu qədər ki inkişaf olub, bu qədər ki görürsünüz, insan göğə çıxır, internetlə görürsünüz, nə işlər görmək olur. Bax, bu inkişafların hamısı alimlər deyirlər, hələ biracan bəşər beyninin 2%-dən istifadə edib, 98% qalıb. İndi o 98%-da nələr biləcək, nələr öyrənəcək, nələrə əl tapacaq, onu Allah bilir. Bax, görürsünüz, cismin barəsində belədir, ruhun da barəsində belədir. İnsanın ruhun bəşər tapa bilmir. Alexis Carrel bir dənə xarici yazıcıdır, o kitabında yazır, deyir, kitabın adı nədir? Kitabın adı budur. Deyir, insan tanınmamış bir vücuddur. İnsan bir mevcuddur ki, o hələ indiyəcən tanınmayıb. Bax, görürsən, Avropa alimləri, dünyanın alimləri yığışıblar, oturublar, insan barəsində bəhs eləyirlər, axırda yazırlar ki, biz insanı tanımırıq, insan əcaibdir, insan aləmdir, Pərverdigar-ı aləm elə belədir, özünə afərin deyir insanı yaradandan sonra. Göyləri yaradıb, yerləri yaradıb, bu aləmi görürsünüz yaradıb, onların heç birisində yox, amma insanı yaradandan sonra deyir, fətəbarəkəllah, əhsənul xaliqin, insan belədir. Niyə? Çün özü üçün yaradıb onu. Deyir, mənim bəndələrim, mənim peyğəmbərim, bütün şeyləri siz üçün yaratmışam. Ey insan, bəs sən nə üçün? Və xələqtükə li-əcli, səni də özüm üçün yaratmışam. Səni yaratmamışam, çalasan oynayasan. Səni yaratmamışam, gecələr səhərəsən, içəsən, başı xərəb eləyəsən. Səni yaratmamışam, oyun qalmaya çıxardasan. Səni elə bilirsən, bu dünyanı hamısını yaratmışam, sən üçün ki, sən rahat çalıb oynayasan. Xeyr olardır, deyir, səni yaratmışam, sən məni tanıyasan. Necə səni tanımaq çətindir, sənə də məni tanımaq çətindir. Sən də nə qədər məni tanıyandan sonra yenə də yeri var, yenə də tanımırsan. Əmirül Möminindən soruşdular, dedilər, ağa, əgər sən uşaqlıqda dünyanı dəyişsəydin, cənnətə geçsəydin, o yaxçıydı, ya istəyərdin ki, uşaqlıqda ölməyəsən, qalıb böyüyəsən? Deyir, yox. Mən neynirəm, öldüm, cənnətə getdim. Məni Allah yaradıb ki, mən Allahı tanıyam. Mənə o yaxşıdır ki, mən Pərverdigar aləmin əzəmətin biləm nədir. Əmirül Möminin
o qədər ki əzəməti Pərverdigar aləmə xəbəri var idi. Deyir, göyün yolların, yerin yollarından yaxşı tanıyıram. Amma genə də Allahın bərabərində heç nədir. Genə də Allahın bərabərində Kumeyl deyir, gəlirdi Əli səcdə eləyirdi. Bir səcdədə Kümeyl duasının hamısını oxuyurdu. Bir səcdədə. Deyirdi, elə ki səcdədən qalxırdı Əli, ondan sonra görürdüm, yerdə torpaq islanıb, gözünün yaşı ilə. Bax, bu tanıyır Allah'ı. Yəni, Pərverdigar aləm bizi yaradıb, ta ki biz Pərverdigar aləmi tanıyaq və ona səcdə edək. Allahümme inna nes'elüke ve ned'uk bismikel azimil a'zam el-a'azzil ecellil ekrem ve bil Hüseyni ya Allah. Pərverdigara dualarımızı müstəcab elə.